Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə İtalyan mətbəxindən çox dadlı peçeniya, biskutti hazırlayıram. Gəlin başlayaq. Qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket vanil əlavə edib qarışdırıram. Üzərinə 1 ədəd limon qabığı, yarım stəkan bitki yağı əlavə edib qarışdırıram. Daha sonra üzərinə 1 çay qaşığı qabartma tozu, 3 stəkan yarım unu hissə-hissə əlavə edib qarışdırıram. Ələ biraz yapışan xəmir olmalıdır. Xəmirə 50 qram badam, 50 qram fındıq, 50 qram kişmiş əlavə edib qarışdırıram. Xəmiri uzunca forma verib soba tavasına yerləşdirirəm. Qaşıqla üzərini hamarlayıb 180 dərəcə qızdırılmış sobada üzəri həfif qızarana qədər bişirirəm. Adından bəlli olduğu kimi bu şirniyyat 2 dəfə bişirilir. Biz 2 dəfə kotlisi bişmiş deməkdir. Biraz soyuduqdan sonra dilimləyib soba tavasına düzürəm. 150 dərəcə qızdırılmış sobada 15 dəqiqə quruduram. Tam soyuduqdan sonra dilimləsəniz onda qırıntı şəklində bölünəcəkdir. Peçenyelər hazırdır. Çayın qəhvənin yanına servis edəcəyiniz çox dadlı peçenye reseptidir. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.